Qeybət Nu'manidə ki, hudud 800 il bundan qabaq yazılıb. Orada bəyan eləyir qiyam Şeyx Fəzlullah Nuri cüzv əlaim zuhurdi. Ağay Al İshaq dedi, mən kitabları oxuyanda bu qissəni məxsusən nəql eləyəm, olar ki Mərzun o tərəfindən qulaq asaylar. Ağay Al İshaq dedi, mən əlaim kitabın oxuyanda gəldim, yetişdim bir yerə, gördüm yazı İmam zamanın leşlərinə əvvəl quruhi ki köməyinə gələcək Bakıdandır və onların rəisləri bir dənə Bakının ətrafında kəndəndir be nam Qurus ya Gərquz. Ağay Al İshaq mərhum dey durdum ayağa, buna görə getdim Bakıya, gəzdim o kəndi tapdım. Kəndin əhlinin ruhiyyəsin mən baxdım görəm aya münasibdir bu işə ya yox. Gördüm şaistətərin ruhiyyə elə ordadır bərای qiyam. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. İmam Sadiq ağa buyuruyor ki, əlamət zuhur bizim Məhdi budur ki, ümməti Peyğəmbər zəif olacaq. Alan gör zəif olub ya yox, düşmən müsəllət olacaq. Gör müsəllət olub ya yox, fitnə az tərəfi Yahud müsəlmanlara başlanacaq. Gör başlanıb ya yox, fitnə az tərəfi Rumiyan yəni Qərb bər əleyhi müsəlmanlar başlanacaq. Gör başlanıb ya yox.